Və budur, festivala Pakistana yola düşdük. Şəkil çəkdirdik, təyyarə daxil olub və uçduq. Bu təyyarənin içərisində kimsə əylənir, kimsə yatır, kimsə sevinir, kimsə həyəcanlıdır və bir nəfər qorxur. Və biz də ona dəstək olduq. Təyyarədən enən kimi həmən antonimimlə şəkil çəkdirdim. Artıq biz Şarjadayıq. Şarjanın küçələrində taksi şoförü bizi azdırdı, güclə bir-birimizi tapdıq və yenidən teatrın işçi qüvvəsi, aktyorları ilə şəkil çəkdirdik. Nahara gəldik, gözəl yemək yedik və Şarjanın maraqlı bir ticarət mərkəzində uyğunları alış-veriş elədikdən sonra yollandıq sürətlə hava limanına. Oradan da birbaşa uçduq Pakistanın Karachi şəhərinə. Təyyarədəyik və çatdıq. Çox maraqlı həyat tərzi, işdən gələn insanlar, bir-birinə sıx, doğma, sevgi ilə yanaşan insanlar, Pakistan əhli. Və budur, artıq yerləşdik otelə. Çox maraqlı görüntüləri var otelin, səfalı yerdir və gecə yığışmamaq mümkün deyildi. Mafiya oynadıq, başımız qarışdı və dostlar bir-birini daha yaxından tanıdı. Polislərin müşahidə ilə biz festival mərkəzinə yollandıq. Maraqlı küçələri, maraqlı insanları və bir motosikildə 4 nəfərin getməyə bizi təəccübləndirirdi. Artıq biz festival mərkəzindəyik, şəkillər çəkdirdik, qiymətli hədiyyələr aldıq. Məxsusi olaraq onların musiqilərini dinlədik, konsertlərində iştirak elədik. Çox möhtəşəm təşkil olunmuş festival idi. Həqiqətən də bütün dünya ölkələrinin mədəniyyəti ilə tanış olduq. Afişanı görən kimi həmən şəkil çəkdirdim. Kollektivlə bir daha şəkil çəkdirdik. Artıq tamaşamızı oynaya bilərik. Tamaşa çox maraqlı qarşılandı. Tamaşaçıların çox maraqlı reaksiyaları var idi. Və bu da final. Pakistanlılar kifayət qədər kövrəldi və təsiri oldu. Şəkillər çəkdirdik və nəhayət otelə qayıtdıq. Zəhmətkeş insanlar, səhnə ustaları, aktyorlar artıq hamısı otelə qayıdırlar və görmədim, yox. Dincəlib səhər gəzintiyə çıxacaqlar. Bu bizim Qabil müəllim, Bədi Gümüşsəmdür və səhər yollandıq alış-verişə. Alış-verişdən gəldikdən sonra isə yolda bir yapon dostumuzla rastlaşdıq və onunla tanış olduq. Bizi qoruyan polislərlə şəkil çəkdirdik və yollandıq hava limanına. Burada çox əyləncəli idi, artıq gedirdik. Pakistanlı taksi şoförünə maraqlı bir macəramız baş verdi. Bir balaca qorxutdu məni. Bundan istifadə edim. Beləcə gəldik, çatdıq təyyarəyə. Təyyarədə bir neçə şəkil çəkdirəndən sonra biraz yuxuladıq və daha sonra xatirələrə baxdıq. Bölüşdüyümüz, çəkdirdiyimiz şəkillərə baxdıq və inanıram ki, bu bizim tarix boyu yadımızda qalacaq və unutulmayacaq. Şəkillər, maraqlı səyahət, maraqlı mədəniyyət, bizə zidd olan, fərqli olan, yaxın olan mədəniyyət, insanları, müsəlman qardaşların münasibəti. İndiyənə qədər Pakistanda oldum, bir dənə kaskdan sonra. Növbəti səfərlər ümidi ilə doğma Azərbaycana geri döndük.